Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində təkcə işğal altındakı torpaqları azad etmədi. Eyni zamanda bir millətin qürurunu, ruhunu və əzmini tarixə çevirdi. Bu zəfər səlnaməsinin hər səhifəsində şəhidlərin al qanı, hər sətrində müharibə əlillərinin çəkdiyi ağrıların sükutlu izləri yaşayır. 44 günlük 2-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən Vətən müharibəsi əlillərindən biri də Babayev Murad Rafiqoğludur. O, 25 avqust 1990-cı ildə Quba rayonunun Qəçirəş kəndində anadan olub. 1997-ci ildə Quba rayonu Qəçirəş kənd orta məktəbinin 1-ci sinifinə daxil olan Murad Babayev həmin təhsil ocağını bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Quba filialına daxil olur. 2012-ci ildə həmin universitetin filialında tarix, coğrafiya ixtisasını bitirərək mülki müdafiə qoşunlarının en sayılı hərbi hissəsində həqiqi hərbi xidmət keçir. Hərb sənətinə olan marağı onun yolunu silahlı qüvvələrin təlim və tədris mərkəzində ehtiyat zabit hazırlığı kursundan salır. Həmin kursu bitirdikdən sonra zabit kimi hərbi xidmətə başlayır. 2020-ci il sentyabrın 27-sində silahlı qüvvələrin Ali Baş Komandanının müvafiq əmri ilə başlanmış əks-hücum əməliyyatlarına qoşulan Murad Babayev Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. 2020-ci il tarixində Füzuli şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanan Murad Babayev ordu sıralarından ehtiyata buraxılıb. Evlidir, 2 övladı var. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Füzulinin azad olunmasına görə, hərbi xidmətlərə görə, Nazirlər Kabinetinin sərəncamı ilə Vətən müharibəsi iştirakçısı və Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalları ilə təltif edilir.